gəlir müəllimə. Aha. Deyirik ki, biri oksigen atomu olmaqla digər başqa elementdən ibarət olan mürəkkəb maddələrə oksidlər deyilir. Oksidlərdə oksigenin oksidləşmə dərəcəsi mütləqdir ki, -2 olsun. -2 yox, -1 olanlar oksigenin oksidləşmə dərəcəsi adlanır peroksidlər. -2-1 olanlar adlanır superoksidlər. Yəni necə? Misal üçün bir oksid deyək, maqnezium. Burada deyirik ki, bir saniyə. Aha. Maqneziumda oksigenin oksidləşmə dərəcəsi -2-dir. -2-dir və digər başqa bir elementdən ibarətdirsə, deməli bu oksiddir. Amma peroksidlərdə oksigen -1 olur. Misal üçün H2O2, natrium 2O2. Bunlarda peroksiddir. Çünki oksigen burada -1-dir. Superoksidlərə isə misal olaraq kalium O2. Burada artıq oksigen -2-1-dir. Hardan bilirəm? Çünki kalium həmişə müsbət 1-dir. Hesablayanda oksigen -2-1 çıxır. Əsas məsələ burada nəyi qarışdırmamaqdır? Misal üçün, sizə suallarda düşür, biz həmişə bu üçünü deyirik ki, bu peroksiddir, bu superoksiddir. Amma misallarda düşür kalsium O2. Bu peroksiddir, superoksiddir. Uşaqların elə beynində qalıbdır ki, bu kalium O2-yə görə, bura kaliumun əvəzinə kalsium qoyubdur. Həmişə bu kalsium O2-ni uşaqlar qarışdırır, deyirlər ki, superoksiddir. Amma ki, baxaq görək superoksiddirmi? Kalsium həmişə neçə olur? -2 olur. Bunu x götürsəm, olur -2, üstə gəlinsin 2x bərabərdir 0. Onda 2x bərabərdir -2, x bərabərdir -1. -1 oldu. Deməli, bu nədir? Peroksiddir. Yəni, bu kalsium O2-dir, barium O2-dir. Sizi qarışdırmasın. Bunlar nədir? Peroksidlərdir. Misal üçün, mən buraya yazsam, kalsium yox, buraya heç yazmıram. Bunları bildiniz, qarışdırmaq olmaz. Bildik, peroksid nədir? Superoksid nədir? -1-dirsə peroksiddir, -2-1-dirsə superoksiddir. Daha sonra gəlirik, bəli. O2 yazdığınız hansıydı? Superoksid yoxsa peroksid? Deməli, sən orada aşağıda mesajda yazışınca, Rəqsanə, fikrin dərsdə olsun. Kalsium O2. Xeyri, onu bildim müəllimə. O da superoksiddir. Aha. Bu superoksid deyil. Natrium olanda. Bu superoksid deyil axı. Kalium O2-dir superoksid olan. Çünki burada -1-dir. Kalsium O2-də oksigenin oksidləşmə dərəcəsini tapsan, görürsən -1-dir. -1-dir deyə peroksid deyil. Ona görə ilk andan qarışdırdın. Xüsusilə vurğuladım ki, nə deyirsən? Peroksid demədim ki mən. Yox, sən superoksid dedin. Qarışdırmaq olmaz. Sonra deyirik ki, bir də flor ilə 2 dənə birləşməsi var ki, O flor 2 və O2 flor 2. Sadəcə oksigen flor ilə deyirik ki, oksidləşmə dərəcəsi müsbət olur. O flor 2-də flor həmişə -1 olduğuna görə burada -1 qoysaq florun yerinə oksigen -2 çıxır. Birində də -1 qoysaq oksigen -1 çıxır. O deməkdir ki, oksigen -1 və -2 oksidləşmə dərəcələrini flor ilə göstərir. Aydın oldu? Bunları da qəşəngcə əzbərə bilməlisiniz. Sonra keçirik oksidlərin bölünməsinə. Diqqətlə qulaq asın bu videoya. Oksidlər. Biz oksidləri duz əmələ gətirən və duz əmələ gətirməyən olmaqla iki hissəyə bölürük.
Düzəməni gətirməyənlərimiz, yəni su ilə reaksiyaya girmir, əmələ gətirmir. Turşu və yaxud da əsasi oksidlə reaksiyaya girmir, turşu oksidi ilə reaksiyaya girmir. Yəni əsasi oksid deyil ki, turşu oksidlə duz əmələ gətirmir, turşu əmələ gətirmir. Ona görə biz bunlara duz əmələ gətirməyən oksidlər deyirik. Yəni misal üçün hansılardır? Əzbərə bilməliyik. NO, CO, silisiumo, N2O. Bizim bu 4 oksidimiz su ilə reaksiyaya girmir, uyğun turşu əmələ gətirmir, həmçinin də duz da əmələ gətirmir. Ona görə biz bunlara deyirik duz əmələ gətirməyən oksidlər. Sadəcə CO-nun bir reaksiyası var ki, bu bizim istisna halımızdır. Bir dənə bu reaksiyası. CO-nun üzərinə natrium OH gələndə alınır H karbon OO natrium. Duz əmələ gətirməyən oksid deyirik, amma burada qarışqa turşusunun natrium duzu alınır. Yəni bu hal istisna haldır. Beyninizi qarışdırmasın. Daha sonra bu duz əmələ gətirməyən 4 oksidi əzbərə bilməlisiniz və duz əmələ gətirən oksidlərdə deyəcəyim qaydaların heç birinə aid deyil. Siz bu 4-ünü əzbərə bilməlisiniz ki, duz əmələ gətirməyən oksidlərdir. Gəlin indi duz əmələ gətirən oksidlərə baxaq ki, duz əmələ gətirən oksidlərimiz neçə hissəyə bölünür? Duz əmələ gətirən oksidlərimiz biz əvvəlcə bilməliyik ki, duz əmələ gətirən oksidlərimizin 4 növü var. O 4 növdən 3 növü yalnız metal oksidləridir. Yəni metal atomu ilə oksigenin birləşməsidir. Əsasi, amfoter, bir də qarışıq. Bu 3 oksid birləşərək yəni bu 3 növü metal atomu ilə oksigenin birləşməsidir. Bir dəqiqə. Aha. Deyirik ki, bu 3 oksid metal atomu ilə oksigenin birləşməsindən əmələ gəlir. Amma turşu oksidlərimizdə həm metal atomu var, həm də ki qeyri-metalların hamısı turşu oksididir. Deməli, bizim duz əmələ gətirən oksidlərimizin 4 növü var. Əsasi, amfoter, qarışıq. Bir də turşu oksidlərimiz. Əsasi, amfoter, qarışıq oksidlərimiz oksigen atomu ilə metal atomlarının birləşməsindən əmələ gəlir. Turşuda isə qeyri-metal atomlarının oksigenlə birləşməsindən və bəzi metalların oksigen ilə birləşməsindən turşu oksidləri əmələ gəlir. Gəlin bunları da qruplaşdıraraq öyrənək. İlk öncə deyirik ki, əsasi oksidlər. Əsasi oksidlərin qaydası uşaqlar, baxın, belədir. Əsasi oksidlərimiz 1 və 2 valentli metal oksidləridir. Yəni necə? Bizim 1 valentli oksidlərimiz hansılardır? Qələvi metallardır. 2 valentlilərimiz hansıdır? Qələvi torpaq metallardır. Başqa qələvi metallar dedikdə litium, natrium, kalium, rubidium, sezium, fransiyum. Qələvi torpaq metallar dedikdə kalsium, stronsiyum, mayi alırsız yox, qayda alıram. Kalsium, stronsiyum, barium qələvi torpaq metallardır. Qələvi metallarımız isə litium, natrium, kalium, rubidium, sezium, fransiyumdur. Əlavə olaraq isə həmişə 2 valentli olanlarımız var. Bunlar maqneziumdur, aiddir bura. Yəni bu cür bilirsiniz. Amma heç bunu əzbərə bilməsəniz belə ki, istəyək ki, uşaq bilmir qələvi metallar hansıdır, qələvi torpaq metallar hansıdır. Siz bilməlisiniz ki, hansı metal atomudur, hansı qeyri-metal atomudur. Misal üçün mən buraya yazıram litium 2O. Litium nədir? Metaldır. Deməli bu birbaşa fikirləşməlisiniz ki, litium metaldırsa, ya əsasi oksiddir, ya amfoter oksiddir, ya da qarışıq oksiddir. Mən indi hardan bilim bu litium hansı oksidə aiddir? Deyirəm ki, oksigen həmişə neçə valentlidir? 2 valentlidir. Oksigen 2 valentlidirsə,
2-ni vururam sayına, 2 vur 1 bərabərdir. Bura x qoysam, x-i də 2-yə vururam, yəni 2x. X onda bərabər imiş neçəyə? 1-ə. Deməli, burada litiumun valentliyi neçədir? 1-dir. 1 valentlidirsə, deməli necə oksiddir? Əsasi oksiddir. Bunu niyə belə izah elədim? İnanın ki, bəzi uşaqlar olur ki, valentliyi tapmaq yadından çıxır. Ona görə belə izah elədim. Və yaxud da bura yazıram kalsiumu. Mən bilirəm ki, kalsium metaldır. Oksigen burada 2 valentlidir. Kalsium neçə valentlidir onda? Kalsium da 2 valentlidir. Heç kalsiumun sabit valentli olduğunu bilməyin. Oksigenin valentliyinə görə kalsiumu tapa biləcəksiniz. Tapdınız. Deməli, bu necə oksiddir? Əsasi oksiddir. Çünki biz qeyd elədik ki, metal atomudursa, 1 və yaxud da 2 valentlidirsə, necə oksiddir? Əsasi oksiddir. Buna çoxlu misal demək olar. Misal üçün mis. Misin 1 valentli oksidi də var, 2 valentli oksidi də var. Mis o, mis 2 o. Görürəm ki, burada 2 valentlidir, burada 1 valentlidir. Hər ikisi necə oksiddir? Əsasi oksiddir. Ümumiyyətlə, qələvi metallar, qələvi torpaq metallar, mis, maqnezium hər zaman əsasi oksid əmələ gətirir. Çünki onlar həmişə ya 1 valentlidir, ya 2 valentlidir olanlar. Aydın oldu? Yəni, buna aid çoxluca misal verilə bilər. Gəlirik sonra amfoter metallara. Amfoter metallarımızda isə dedik ki, amfoter metallarımız yox, amfoter oksidlərimiz. Metal ağzımızda qalıb, oksidlərimiz. Amfoter oksidlərimiz də yenə metal atomları ilə oksigen atomunun birləşməsindən əmələ gəlir. Sadəcə siz burada bilməlisiniz ki, amfoter oksidlərimiz 3 və 4 valentli metal atomlarının oksigen ilə birləşməsindən əmələ gəlir. Bunu bildikdən sonra baxırıq formul. Misal üçün yazıram alüminium 2O3. Buradan alüminiumun valentliyini tapıram. Alüminium çıxır 3 valentli. Alüminium 3 valentlidirsə, deməli necə oksiddir? Amfoter oksiddir. Və yaxud da yazıram dəmir 2O3. Dəmir burada neçə valentlidir? 3 valentli çıxır, oksigen 2 olanda. Yenə amfoter oksiddir. Yazsam bura qurğuşun O2. 2 qoysam bura, bu da çıxır 4. Deməli, necə oksiddir? Amfoter oksiddir. İndi gəlirik burada əsas istisna hala. Bura sizə 4 dənə oksid yazacağım ki, bu istisna halı əzbər bilməlisiniz. Berilyumu, sinko, qurğuşun, qalay. 4 oksiddən qurğuşunla sinko heç düşmür demək olar. Qalay o, ümumiyyətlə düşmür. Qurğuşun arada bir düşə bilər. Berilyumla sink isə düşmə ehtimalı böyük, həmişə olar. Amma qurğuşun da bura aid eləyək. Qalayı da bilməlisiniz. Deməli, bunlar baxıram ki, metalların hamısı 2 valentlidir. Amma 2 valentli olmasına baxmayaraq istisna haldır. Amfoter oksidlərə aiddir. Biz əslində demişdik ki, 1 və 2 valentlilər amfoter deyil, əsasidir. Amma burada bu 2 valentli olmasına baxmayaraq amfoter oksiddirlər. Bir də 3 və 4 valentli metallarımız amfoter oksidlərə aiddir. Sonra gəlirik metal oksidlərindən olan qarışıq oksidlərə. Qarışıq oksidləri əzbərə bilməlisiniz. Misal üçün, dəmir 3O4. Niyə qarışıq oksiddir? Çünki mən dəmir 2 oksidi ilə dəmir 3 oksidi birləşdirəndə alıram dəmir. Dəmir toplayıram da alt-alta. Dəmir 3O4. Və yaxud da qurğuşun 2 oksidindən qurğuşun 4 oksidi toplayıram. Alıram burada nə? Qurğuşun 2O3. Düzdür. Deməli, bu da qarışıq oksiddir. İndi müəllim deyərsə, ən çox düşən dəmir 3O4-dür, qurğuşun da düşə bilər. İndi deyirsiniz ki, bunu necə yadda saxlayım? Bunu yadda saxlayın ki, qarışıq oksidlərdə həmişə metal atomunun oksidləşmə dərəcəsi kəsrlə çıxır. Misal üçün, dəmir 3O4-də dəmirin oksidləşmə dərəcəsini tapın. -2-ni vurun 4-ə -8. Böləndə olur -3/8. Baxın, kəsirləndir. Və yaxud da qurğuşun, yox, qurğuşun 2-ni o üstə çıxmadı.
Çıxır. Yox, 2 ilə 4-ün yarısı çıxır. Amma qurğuşun özü, bu qayda işləmədi uşaqlar. Əzbər yadda saxlayın. Mən həmişə qarışıqları əzbər yadda saxlayın deyirdim. Bu 3+8-i keçən il sizlə kəşf eləmişdik. Dedim indi də deyim. Amma bu qurğuşunda tətbiq olunmadı. Çünki qurğuşunda 2 ilə 4-ü toplayıb böləndə 2-yə 3 eləyir. Ona görə alınmadı. Çünki -2, -2-ni vurdum 3-ə, -6 əksi alınmadı. Əzbər öyrənin. Onsuz da bunları bilməyinizə ehtiyac yoxdur. Qarışıq oksid kimi həmişə dəmiri CO4-ü verirlər. Getdi. Bunların hamısını bildiniz. Gəlirsiniz turşu oksidlərinə. Turşu oksidləri bütün qeyri-metal atomlarının valentliyindən asılı olmayaraq oksigen ilə birləşməsindən əmələ gələn oksidlərimiz turşu oksidlərimizdir. İstisna görüm tapacağammı? Qalıbsa. Bu duz əmələ gətirməyənlərlə qarışdırmaq olmaz. Mən deyirəm ki, qeyri-metal oksidləri turşu oksiddir. Amma bu qeyri-metal duz əmələ gətirməyənlər ki var, uşaqların ağlına gəlir ki, hə, müəllim demişdi qeyri-metal oksidləri turşu oksiddir. Götürüb NO-nu yazırlar turşu oksidi. Bu ümumiyyətlə ayrı bir dünyadır. Duz əmələ gətirənlərlə əlaqəsi yoxdur bu 4 dənənin. Bunlar duz əmələ gətirmir. Turşu oksidi isə duz əmələ gətirir. Qarışdırmaq olmaz. O 4 dənədən başqa digər qeyri-metal oksidləri turşu oksididir. Misal üçün CO2 karbon qeyri-metaldırsa birbaşa turşu oksididir. SO2, SO3, nə bilim, çoxlu yaza bilərəm. Bir də metalların 6 və 7 valentli olanları. Misal üçün brom O3, manqan 2 O7. Niyə? Brom O3 çünki 6 valentlidir, manqan 2 O7 isə 7 valentlidir. Aydın oldumu bunların hamısı? Aydın oldusa keçirik davama. Davamında deyirik ki, oksidlərin bölünməsini bildik. Əsas hissə bu idi. İndi davamına keçirik. Oksidlərin adlandırılmasını. Yadda saxlayırsınız. Metal atomunun oksidlərini, yəni əsasi oksidləri, amfoter oksidləri, qarışıq oksidləri. Qarışıq oksidləri onsuz da adlandırmaq yoxdur, eləcə deyirik ki, qarışıq oksid. Yəni əsasi amfoter, bir də turşu oksidlərindən metal olanları. Biz adlandıranda yalnız valentliyə görə adlandırırıq. Nəyə görə? Yalnız valentliyə görə metal oksidlərini, metal plus oksigenlə əmələ gələn oksidləri yalnız valentliyə görə adlandırırıq. Misal üçün, buraya yazıram bir dənə natrium 2O, bir də yazıram dəmir 2O100, bir də yazıram dəmir O. Natrium 2O-da mən bilirəm ki, natrium həmişə sabit valentlidir. Sabit valentlidirsə, eləcə bunun adını deyirəm natrium oksid. Yadınızda saxlayın. Sabit valentlidə valentliyi göstərmək olmaz. Göstərilsə səhv qəbul olunur. Hafizənin keçən il elədiyi səhv. Orada yazmışdı ki, mis OH2, Hafizə yazmışdı mis hidroksid. 2-ni valentliyi göstərmək yadından çıxmışdı. Hansısa sınaqdaydı. Yəqin ki, güvən sınağı idi. Sonra natrium, baxın, natrium oksid. Sabit valentlidir. Deməli, mən burada valentliyi göstərməyimə ehtiyac yoxdur. Dəmir burada 2 valentlidir. Bu birində isə 3 valentlidir. Deməli, burada artıq dəyişkən valentlidir dəmir. Dəyişkən valentlidirsə, mən mütləqdir ki, onun valentliyini göstərim. Əgər valentliyini göstərməsəm, o sual səhvdir. Burada yazmalıyam dəmir 2 oksid. Digərində isə dəmir 3 oksid. Deməli, bunlar yalnız valentliyə görə adlandırılır. Baxın, dedim ha, gələn dəfə soruşanda kimsə mənə birazdan dediyim üsulla adlandırılsa, vay halına, cəza verəcəm ona. Gəldik indi sonrasına. Qeyri-metal atomlarını isə 2 cür adlandırırıq. Həm metalın elementin valentliyinə görə, həm də ki, mono, monoditri, tetra, penta, hexa,
hepta. Bura qədər bilim bəsdir. Mono 1 deməkdir. Di 2 deməkdir. Tri 3 deməkdir. Tetra 4, penta 5, heksa 6, hepta 7. Bu ədədlərə görə adlandırılır. Misal üçün, yazıram ki, SO2. Burada adlandıranda valentliyə görə adlandırsam, deyirsən ki, kükürt 4 oksid. Çünki kükürt 4 valentlidir. Amma mono, di, triyə bu adlara görə adlandıranda isə deyirəm ki, kükürdün sayı nədir? 1-dir. Kükürdün sayı yadınızda saxlayın. Birinci elementin, yəni oksigenin yox, digər elementin sayı 1-dirsə, onun qarşısında sayını deməyə ehtiyac yoxdur. Eləcə adlandıranda deyirsiniz, kükürt oksigendən nə qədərdir? 2 dənədir. 2-dən biz nə deyirik? Di deyirik. Kükürt dioksid. Və yaxud da yazardım bura SO3, onda olardı kükürt trioksid. Yox, əgər mən bura yazsam CO, bunu adlandıranda deməliyəm ki, karbon monooksid. Baxın, burada oksigenin sayı 1-dir. Amma mən mono sözündən istifadə elədim. Deməli, oksigenda mononu deyirsiniz, amma digər elementdə deməyə ehtiyac yoxdur. 1 də nədirsə demirsiniz. Yəqin ki, bu sizə aydın oldu. Daha sonra, misal üçün, desəm ki, bir də bu CO-da əslində biz deyirik karbon 3 valentlidir. Okey, biz bunu qəbul edirik. Amma adlandıranda yazırlar karbon 2 oksid. Yəni, bunu səhv qəbul eləməyin, düz qəbul edin. Karbon 2 oksid adlandırılır, CO adlandırılanda 3 valentli olduğu göstərilir. Daha sonra, misal üçün, mən bura desəm N2O5, adlandıranda deyəcəm diazot, çünki azotdan 2 dənədir. Pentaoksid. Azotdan 1 dənə olsaydı deməyimə ehtiyac yox idi. 2, 3 olanda isə mütləq şəkildə deməliyəm. Diazot, pentaoksid və yaxud da azot valentliyinə görə adlandıranda 5 oksid. İndi mən bura xrom 2O3 yazsam, siz heç vaxt deyə bilməzsiniz dixrom trioksid. Deyirsiniz ki, xrom 3 oksid valentliyinə görə adlandırırsınız. Niyə? Çünki metaldır. Əminəm ki, bu adlandırılmalar sizə aydın oldu. Daha sonra keçdik ki, tarix adları. Tarix adları deyəndə trivial adları nəzərdə tutulur. Misal üçün, CO dəm qazı, silisium O2, kvars qumu, qum, gil, sonra N2O şənləndirici qaz, sonra SO2 kükürt qazı, CO2 karbon qazı. Yəni, bunları nə etməliyik? Əzbərə bilməliyik. Adlarını ki, hansı hansıdır. Daha sonra bunlar da bitdi. Oksidlərin adlandırılması idi. Deməli, bunları dedik. Maye qaz halında bərk halda olanlara gəldikdə, bərk halda olanlar bütün metal oksidlərini bərk halda götürürsünüz. Metal oksididirsə bərk haldadır. Qaz halında olanlara NO2, N2O, CO2 bunlar hamısı qazdır. Maye halda olanlara SO3, xlor 2O7 bunlara aid edəcəyik bərk halda. Bir də P2O5 ümumiyyətlə fosfor varsa bərk haldadır. Bunu yadda saxlayın. Silisium varsa o maddə bərk haldadır. Bunu da yadda saxlayın. Yaxşı, bunları dedik. İndi gəldik oksidlərin alınmasına, reaksiyalarına diqqətlə qulaq asın. Oksidlərin alınması dedikdə elə birbaşa bəsit maddələrin yandırılması, karbon qazının oksigendə yanmasından, oksigen azlığında biz bilirik CO yaranır, yəni natamam yanmada. Tam yanmada isə karbonun üzərinə oksigen gəldikdə CO2 əmələ gəlir. Və yaxud da biz bilirik ki, azot ilə oksigenin şimşək çaxması nəticəsində reaksiyasından NO əmələ gəlir. NO da davamsız olduğuna görə birbaşa havanın oksigeni ilə reaksiyaya girir, NO2 əmələ gətirir. Və yaxud da hər hansı bir metalı yandırın, oksigendə yanmasından maqnezium.
və yaxud da deyirik mürəkkəb maddələrin parçalanmasından alınır. Kalsium karbonatın parçalanmasından, kalsium oksid və karbon qazı əmələ gəlir. Maqnezium karbonatın parçalanmasından əmələ gəlir. Yəni bu forma. Mən birbaşa uşaqlar keçən ildə mənimlə qoşulanlar bilir ki, mən bu reaksiyaları uşaqlara əzbərləməyə vermirəm. Çünki onsuz da vaxtı çatanda siz bu reaksiyaları öyrənəcəksiniz qeyri-üzvi kimyada. İndi öyrənməyə ehtiyac varmı? Mənə görə yoxdur. Geçsəniz sınağa düşəcəkmi? Xeyr, çox az bir hissəsi düşə bilər ki, onlar da ən sadəsidir də. Yəni misal üçün dəmir, üstəgəl oksigen. Nə alınır? Bu düşə bilər. Nə bilim, maqnezium, üstəgəl oksid. Bunlardan da bilirsiniz ki, oksidləri alınır. Bu tip şey. Yəni belə ümumiyyətlə düşmür. Sonra deyirik ki, oksidlərimiz nə ilə reaksiyaya girir? Yadda saxlayırıq. Əsasi oksidlərimiz bizim yalnız reaksiyaya girir, özü əsasi xəssəlidir deyə. Yalnız reaksiyaya girir turşu xəssəli maddələrlə. Necə maddələrlə? Turşu. Sən heç reaksiya aparmağı bilmirsən. Mən buraya yazıram natrium 2O. Bu necə maddədir? Əsasi oksiddir. Əsasi oksiddirsə mən bunun üzərinə gəlsəm natrium OH, kalium OH reaksiyaya girərmi? Bu əsasdır. Əsasi xəssəli ilə reaksiyaya girərmi? Heç vaxt. Girməz. Ancaq turşu və yaxud da turşu oksidi ilə reaksiyaya girər. Yəni misal üçün CO2 gəlsəm üzərinə reaksiyaya girər, əmələ gətirər natrium 2, CO3. Natrium 2-onun üzərinə sulfat turşusunu gəlsəm reaksiyaya girər. Əsasi xəssəlilər turşu xəssəlilərlə reaksiyaya girir. Turşu xəssəliləri isə əsasi xəssəlilərlə reaksiyaya girir. Daha sonra turşu xəssəlilər əsasi xəssəlilərlə reaksiyaya girir. Amfoterlər isə hər ikisi ilə reaksiyaya girir. Çünki amfoterlər ikili xəssə daşıyır. Həm əsasi ilə reaksiyaya girir, həm turşu ilə reaksiyaya girir. Misal üçün amfoter xəssəli deyək, sink oksid. Həm natrium OH-la reaksiyaya girir, duz əmələ gətirir, həm də H xloru ilə reaksiyaya girib duz əmələ gətirir. Daha sonra bunları da dedik. Nə qaldı orada? Sual düşə bilər ki, sizə turşu ilə reaksiyaya girib 2 müxtəlif duz əmələ gətirir. Bu qarışıq oksiddir. Misal üçün dəmir 3O4-ün üzərinə gəlsəm H xloru, burada 2 cür duz alınır. Çünki qarışıq oksiddir. Dəmir bunun tərkibində həm 2 valentlidir, həm 3 valentlidir. Ona görə alınan duz da həm 2 valentli duz olur, həm də ki 3 valentli duz olur. Bunlar da aydın oldu sizə yəqin ki. Düzdür?